Müdafiə Nazirliyinin tabeliyində olan Milli Müdafiə Universiteti valideynlərə və hazırda xidmətdə olan əsgərlərə müraciət edib. Müraciətdə bildirilib ki, ilk dəfə olaraq Azərbaycan ordusunda müddətli həqiqi hərbi xidmət keçən şəxslər üçün təhsil almaq imkanı yaradılıb. Belə ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət edən 2024-cü ildə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 11-ci sinif buraxılış imtahanından yüksək nəticə əldə etmiş müddətli həqiqi hərbi qulluqçular, əsgərlər üçün Bakı və Naxçıvan hərbi kolleclərində təhsil almaq imkanı təqdim ediləcəkdir. Müəyyən edilmiş meyarlara cavab verən yüksək göstəricili əsgərlərə hərbi kolleclərdə təhsil almaqla bağlı xidmət etdikləri hərbi hissələr tərəfindən ətraflı məlumat veriləcək. Hərbi kolleclər üçün tələb olunan tibbi müayinədən keçən və göstəriciləri uyğun hesab edilən şəxslərin namizədliyi qeydə alınacaq. 2 illik təhsil müddətində kursantlar hərbi kolleclərdə 9 peşə, 27 hərbi ixtisas üzrə təhsil alırlar. İmtiyazlar təhsil müddətində: əşya, ərzaq, tibbi sığorta, yaşayış yeri, yataqxana təminatı, kursanta və onun ailə üzvlərinə ödənilən birdəfəlik və aylıq ödəmələr, dövlət hesabına xaricdə təhsil imkanı. Növbəti xidmət müddətində: gizir hərbi rütbəsinin verilməsi, xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi, il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının 2 misli həcmində birdəfəlik pul mükafatı, özü və ailə üzvləri üçün güzəştli tibbi təminat, güzəştli ipoteka krediti, 5 il xidmət etdikdən sonra ipoteka yolu ilə alınan yaşayış sahəsinin dəyərinin 15%-ə qədər olan hissəsi dövlət tərəfindən maliyyələşdirilməsi. Azərbaycan ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması və karyerada davamlı yüksəliş. Tələb olunan meyarlara uyğun gələn və hazırda xidmətdə olan hərbi qulluqçuların valideynləri onları maraqlandıra biləcək suallarla bağlı ətraflı məlumat almaq üçün Milli Müdafiə Universitetinin rəsmi WhatsApp kanalını izləyə bilərlər.